faciələr baş vermiş, kədərli hadisələr yaşanmışdır. Bu faciələr, kədərli hadisələr içərisində Xocalı faciəsi daha böyük və kədərlidir. Əslində, Xocalı hadisəsinin yalnız faciə adlandırmaq doğru olmazdı. Çünki faciə insanların iradəsindən asılı olmayaraq baş verən hadisələrdir. Bəs əslində Xocalı hadisəsi nədir? 1992-ci il fevralın 26-sında nə baş vermişdi? Xocalı hadisəsi təkcə Azərbaycana, onun xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misal görülməmiş cinayətdir. Çünki Xocalıda yalnız insanlar qətlə yetirilmədilər, insanlıq qətl edildi. Tarixdə olmamış yalancı soyqırımını dünyaya təbliğ edən ermənilər Azərbaycan xalqına qarşı əsl soyqırımı törətdilər. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə qətliam başlandı. Müasir silahlarla təchiz edilmiş 360